Necəsən qadanam? Cahangir nə deyirəm sənə? Sənə bir dənə video atacağım. Onu jurnalistlərə göndər, lazım adamlara. Mən hal-hazırda Ağcabədi xəstəxanasında yatıram və əməliyyat olmuşam. Burada bayaq baxıram ki, xəstənin yiyəsi yoxdur deyə, xəstəni bildiyin üstü, arxası kəsik fəhlə maşınına qoyub meyit formasında aparırlar indi harasa atmağa, ya harasa qoymağa. Bunu mümkün qədər, çox sağ olun, bunu mümkün qədər harda lazımdır, ictimai yerdə onu elətdirən həkim də o da. Bunu açaq görüm nə məsələdir, başa düşmədim. Xəstənin adını soyadını etməyi bilmirəm. Elə pəncərədən gördüm ikinci mərtəbədən, çəkdim atdım sənə. Ağcabədi rayon mərkəzi xəstəxanasındadır, hal-hazırda saat 7:14 dəqiqə işləyib. Bu vəziyyətdə yaz paylaş, həmən vaxt orada kim olub, dejur nə həkim, həkim onu göndərən kimdə hamısı üzə çıxır.